Hər kəsə salam. Növbəti izahlı təqdimatımıza xoş gəlmisiniz. Düzünü desəm, qanunları oxumaq çox vaxt yorucu olur, düzdür? Amma narahat olmayın. Bugün biz o qəliz hüquqi mətnləri kənara qoyub, onları sizin biznesiniz üçün tamamilə praktik, işlək bir bələdçiyə çevirəcəyik. Bəli, söhbət Azərbaycanın nəqliyyat və ekspedisiya fəaliyyətini tənzimləyən qanunvericiliyindən gedir. Başlayaq. İşə birbaşa bu həyati sualla başlamaq istəyirəm. Logistika əməliyyatlarınız hüquqi cəhətdən həqiqətən qorunurmu? Yoxsa bircə sənədin əskik olması sizi biznesinizi itirmək təhlükəsi ilə üz-üzə qoyur? Təəssüf ki, nəqliyyat qanunvericiliyində gözdən qaçırdığınız kiçik bir detal sözün əsl mənasında sizi müflis edə bilər. Çünki bu sahə, dostlar, sadəcə yükü A nöqtəsindən B nöqtəsinə aparmaq deyil, bu əsl hüquqi sənədləşmə sənətidir. Yaxşı, gəlin bugünkü xəritəmizə qısa bir nəzər salaq. Biz 6 əsas mərhələdən keçəcəyik. Əsas anlayışlar, daşıma müqavilələri, gündəlik əməliyyatlar, gömrük məsələləri, risklərin idarə olunması və ən nəhayət, rəhbərlər üçün uyğunluq bələdçisi. Birinci hissə, əhatə dairəsi və əsas anlayışlar. Biz işə ümumi mənzərəni anlamaqla, yəni qanun qarşısında tam olaraq kim olduğunuzu müəyyən etməklə başlayırıq. Burada vəziyyət çox maraqlıdır, çünki qanun kəskin bir xətt çəkir. Ekranda gördüyünüz kimi, bir tərəfdə yük maşınını idarə edən daşıyıcı dayanır, digər tərəfdə isə logistik memar rolunu oynayan ekspeditor. Niyə bu önəmlidir? Çünki sizin qanuni öhdəlikləriniz məhz hansı tərəfdə dayanmağınızdan asılı olaraq tamamilə dəyişir. Amma gözləyin, qanunun sərt tələblərini eşidib dərhal panikaya düşməyin. Gəlin vəziyyətə aydınlıq gətirək və nələrin bu qaydalardan tamamilə azad olduğuna baxaq. Təsəvvür edin, əgər siz sadəcə vətəndaşlara onlayn sifarişlər çatdırırsınızsa və ya deyək ki, boru kəməri ilə nəql prosesindəsənizsə, dərindən nəfəs ala bilərsiniz. Çünki bu qanun o xüsusi fəaliyyətlərə şamil olunmur. Keçirik ikinci hissəyə, daşıma müqavilələri və şərtlər. İndi o yük maşınının mühərriki işə düşməzdən çox-çox əvvəl mütləq ehtiyacınız olan əsas təməli quracağıq. Baxın, ən həlledici məqam elə budur. Qanunun 10.3 maddəsi sizin məcburi yoxlama siyahınızdır. Bunu mütləq bir kənara yazın. Əgər ekranda gördüyünüz bu spesifik şərtlərdən hər hansı biri, bəli, hər hansı biri müqavilənizdə yoxdursa, hüquqi mənada tamamilə müdafiəsizsiniz. Bilirəm, bu çox sadə səslənir, amma inanın mənə, logistika biznesində kişinin sözü bir olar kimi şifahi razılaşmaların heç bir hüquqi çəkisi yoxdur. Sənəd yoxdursa, müdafiə də yoxdur. Hər bir işiniz mütləq şəkildə kağız üzərində və ya elektron formatda rəsmiləşdirilməlidir. Başqa alternativ yoxdur. Vəssala. Gəldik üçüncü hissəyə, əməliyyatlar və yük nəqliyyat sənədləri. Artıq ambara daxil oluruq. Gəlin işin gündəlik, o operativ tərəfinə nəzər salaq. Bu cədvəl əslində bir logistika şirkətinin gündəlik döyünən ürəyidir. Görürsüz, o quru hüquqi nəzəriyyə əslində yükü qəbul etmək üçün 4 addımlıq çox sadə bir prosesə çevrilir. Lakin burada o 3 gün və 2 gün qaydalarına xüsusi diqqət edin. Çünki qanun sizdən məhz bu vaxt çərçivəsində dəqiq işləməyinizi tələb edir. Fiziki olaraq yükə toxunduğunuz o ilk anvara, məhz o zaman ambar qəbziniz, qablaşdırmanın vəziyyətini, xarici görünüşünü və təhlükə səviyyəsini dəqiqliklə əks etdirməlidir. Sizi gələcəkdəki o bitmək bilməyən məhkəmə çəkişmələrindən qoruyacaq yeganə qalxan bu kiçik detallardır. Dördüncü hissə, gömrük və hüquqi proseslər. Bəli, istənilən ekspeditorun ən böyük baş ağrısı. Gəlin görək, dövlət sərhədlərində bizi nələr gözləyir. Bu addımlar bizə çox açıq sübut edir ki, ekspeditorun işi sadəcə sükan arxasında oturmaqdan daha çox o qalın kağız yığınlarını və bürokratiyanı yarmaqdır. Gömrük bəyannamələrindən tutmuş, rüsumların ödənilməsinə qədər hər bir xırda detal birbaşa ekspeditorun məsuliyyət dairəsinə daxil ola bilir. Və nəhayət, ən kritik məqamlardan birinə, 5-ci hissəyə gəlib çatdıq. Risklər, məsuliyyət və sığorta. Yaxşı, bəs işlər fəlakətli şəkildə tərs gedəndə necə olacaq? Yük itəndə sizin hüquqi qalxanınız varmı? Ekranda gördüyünüz bu 30 rəqəmi sözün əsl mənasında həyati əhəmiyyət daşıyır. Müştərilərin çatdırılmadan sonra yükdə olan hər hansı gizli zədə barədə sizə xəbər vermək üçün düz 30 günü var. Əgər bu müddətdə onlardan heç bir səs çıxmazsa, təbriklər, qanuna görə yük tam sağlam və təhlükəsiz çatdırılmış hesab olunur.
Diqqət, bu cərimə dərəcələri ilə zarafat etmək olmaz. Təsəvvür edin, ekspeditor xidməti gecikdirərsə, hər gün üçün 3% cərimə işə düşür və bu eyni qayda ödənişi gecikdirən müştəriyə də aiddir. Cərimələrin ümumi məbləği isə yekun xidmət haqqının 80%-nə qədər qalxa bilər. Yəni, logistikada vaxt sözün tam mənasında pul deməkdir. Baxın, bu müqayisə bizə çox şey deyir. Nəyə görə müştərinizdən yükün dəyərini əvvəlcədən bəyan etməsini tələb etməlisiniz? Çünki əgər dəyər bəyan edilməyibsə, problem çıxan kimi malların faktiki bazar qiymətini təyin etmək hər iki tərəf üçün uzun və yorucu bir kabusa dönəcək. Dəqiq rəqəm varsa, məsuliyyətiniz də sadəcə o rəqəmlə məhdudlaşır. Burada artıq sonsuz gözləmə oyunlarına yer yoxdur. Qanun yoxa çıxmış yüklərlə bağlı konkret dəqiq 3 aylıq bir son istifadə tarixi qoyur. 3 ay keçdi, deməli yük qanunla itmiş sayılır və kompensasiya mexanizmləri dərhal işə düşür. Sonuncu, 6-cı hissəmiz, rəhbərlər üçün uyğunluq bələdçisi. Gəlin biznesi birbaşa idarə edən rəhbərlər üçün qanuna uyğunluğu sürətlə ümumləşdirək. Rəhbərlər, sizdən bir xahişim var. Zəhmət olmasa bu matrisin ekran görüntüsünü alın. Ciddiyəm. Çünki bu cədvəl sizin məsuliyyətinizin harada bitdiyini və müştərinin məsuliyyətinin harada başladığını sadəcə mükəmməl şəkildə göstərir. Kimin nədən cavabdeh olduğunu dəqiq bilmək, əməliyyatların rəvan getməsi və gecələr rahat yatmağınız üçün tək şərtdir. İndi fərz edək ki, hər hansı bir mübahisə böyüyür. Bu zaman ekrandakı o sərt zaman xətti sizin hüquqi cəhətdən sağ qalmağınızı diktə edəcək. Əgər məhkəmə iddiaları üçün o 1 illik pəncərəni qaçırsanız, hər şey bitdi. Hakimlər sizin işinizə heç baxmayacaq belə. Yəni, hər şey saniyə bə saniyə, saata qarşı bir yarışdır. Və xüsusilə qanunun 22.2 maddəsini vurğulamaq istəyirəm. Bunu bilmək olduqca vacibdir. Siz müqaviləyə öz məsuliyyətinizi qanunsuz olaraq məhdudlaşdıran hansısa hiləgər bəndlər əlavə edə bilməzsiniz. Özünüzü yormayın, çünki iş məhkəməyə getsə, hakimlər o bəndləri dərhal etibarsız sayacaq. Qanundan qaçış yoxdur. Beləliklə, bu izahlı təqdimatımızı yekunlaşdırırıq. Sizi bu həlledici sualla baş-başa buraxıram. Sizin logistika strategiyanız qanuna tam uyğundurmu? Yoxsa sadəcə bəxt ümidinə işləyirsiniz? Məsləhətim odur ki, sabah səhər dərhal gedib müqavilələrinizi təkrar audit edəsiniz. Çünki bu biznesdə qaydalara uyğunluq sizin yeganə və ən etibarlı sığortanızdır. Dinlədiyiniz üçün çox sağ olun. Ümid edirəm bu xülasə qanunun qaranlıq tərəflərini sizin üçün tam işıqlandırdı.